Bugün istəyirəm 3 ad üzərində dayanaq. Matrix, Clown World, Upside Down World. Müasir polemikada daha çox bu terminlərlə üzləşəcəksiniz. Matriça, böyük ehtimal bu filmə baxmısınız. Neo adlı qəhrəman bir gün anlayır ki, yaşadığı dünya kompüterin içindədir və süni intellekt, texnologiya insanlığa qalib gəlib, onu qul kimi istifadə edir. Hər insanın bədəni bir batareyadır və robotlar insanların həyat enerjisi ilə qidalanırlar və insanlar buna qarşı çıxmasın deyə onların beyinləri xüsusi naqillər ilə Matrix deyilən qlobal bir kompüter proqramına qoşuludur. Və bu batareya rolu oynayan insanlara yuxu kimi bir reallıq, süni bir həyat göstərilir. Binalar, küçələr, iş yeri, amma hamısı proqramdır, saxtadır. Və bu Matrix daxilində agentlər var. İnsan cildindədirlər, amma əslində bu proqramın Matrixanın antivirus sistemi kimidir. Bu agentlər tək-tük oyananları məhv etməyə çalışırlar ki, cəmiyyəti yuxudan oyatmasınlar.